Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün dietik çörək reseptini paylaşıram. Bunun üçün əvvəlcə 3 ədəd yumurtanı bir qaba əlavə edib vilka ilə gözəlcə qarışdırırıq. Daha sonra üzərinə 1 çimdik qədər duz əlavə edirik və 0,1%li 200 qram kəsmiyi də əlavə edib vilka ilə yenə qarışdırırıq. Daha sonra üzərinə 3 xörək qaşığı yarım yulaf kəpəyi və 3 xörək qaşığı buğda kəpəyi əlavə edib gözəlcə qarışdırırıq. Mən çox faydalı olduğu üçün 1 çay qaşığı qədər chia toxumu da əlavə etdim, amma sevməyənlər etməyə də bilər. Xəmirimizin qatılığı tam olaraq bu formada olur. Daha sonra isə bir qaba yağlı kağız əlavə edərək xəmirimizi gözəlcə yayırıq. %180 dərəcədə alt-üst rejimdə 20 dəqiqə bişiririk. Çox dadlı və faydalı çörəkdir. Mütləq özünüzdə bu yaxşılığı etməyə çalışın. Bişirəcək olan hər kəsə nuş olsun. Kim əgər bişirdisə, kommentariyalarda bizimlə paylaşmağı unutmasın. Çox sağ olun, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.